Əziz dostlar, bugün ikinci çəkilişimizi eləyirik. Birinci çəkilişimizdə ürəkli formada Azərbaycan hərəkatından, Cənubi Azərbaycan hərəkatından danışdım. İkinci çəkilişdə isə biraz qəmgin əhvalat var. Burada Azərbaycan SSR-in yaranmasından danışmalıyam. Birinci növbədə Azərbaycan SSR deyəndə 1920 və 1991-ci illəri əhatə edən İkinci Respublikadan danışıram. Keçmiş izahda da bu şeyi vurğulamışam. Azərbaycan tarixində 3 dənə respublika olub. Birinci respublika Xalq Cümhuriyyətidir. 1918-dən 1920-yə qədər. İkinci respublika budur, 20-dən 91-ə qədər. Üçüncü respublika isə indiki respublika, 91-dən bu günümüzə qədər. Birinci növbədə dostlar, buradan danışanda, Sovetlərin tədbirlərini söhbət eləyəndə başda onu qeyd eləməliyəm ki, 2 dənə orqan var idi. Biri, məsəl üçün, azmiki idi. Açılışını deyəcəm indi bunun. İkincisi isə XKS. Bunlardan nə deyirsən? Azmikin açılışı, birinci Azmikin açılışı Müvəqqəti İnqilab Komitəsi idi. Müvəqqəti İnqilab Komitəsi. Qanunverici orqan budur, icraedici orqan budur. Qanunverici orqanın tərkibi adətən Azərbaycanlardan təşkil olunmuşdur. İcraedici orqanın tərkibi də Azərbaycanlardan təşkil olunmuşdur. İcraedici orqanın başçısı kim idi? Nərimanov stansiyası. İndi bu Azmik də, XKS də əslində aynı satqın yığını idi elə. Mən sizə sual verəcəm ki, bunlardan hansı Azərbaycanda real hakimiyyətə malik idi? Siz deyəsiniz, heç biri. Bəs hansı qurum idi? Bayaq Azərbaycan Xalq Cümhuriyyəti dərsimizdə deyəndə bunu böyük yazmalıydım. Azərbaycan Kommunist Bolşevik Partiyası. Təkrar edirəm, 1920-ci ilin fevralında yaradılmışdı Bakıda. 5-ci hökumətin fəaliyyətinə düşmür. Keçən dərsdə vurğulamışdım bunu. Azərbaycan SSR-in də fəaliyyətinə düşmür. Topuda belə bir sual var. Deyir ki, Azərbaycan SSR-in fəaliyyətinə aiddir. Kommunist Bolşevik Partiyasının yaranması səhvdir. Çünki o 20-nin fevralında yaranıb, bu 20-nin aprelində. Aprelin 27-sində AXC-yə son qoyulur. 28-dən etibarən bunlar yaradılar dövlətlərin. Azərbaycanda real hakimiyyət hansı quruma malik idi, aid desə, deyəcək AKP-nin tərkibində olan Mərkəzi Komitəyə. Yəni bunların ikisi də kukla idi, tutmuşlar oradakı. Kənardan görsən ki, dövlət idarə, Nərimanov kişidir də o indi. Neysə. İndi biz bu cılızların tədbirlərindən söhbət eləməliyik. Bunların o boyda belə sarı qrafik var, may dekretləri. Dekretlərin adını tam əzbərləmək lazımdırmı? Bəli, tərkibini əzbərləmək lazımdır. Köhnə kitabda günü var, təzədə günü yoxdur. Tərkibini əzbərləmək lazımdır. Məsələn, nə deyir? Bir neçə dekret var. Ən mənim maraqlı və diqqətimi çək edib lazımlı olanı din dekretidir. Belə ki, deyir, orada vicdan azadlığı elan olunur, din dövlətdən ayrılır. Məktəblərdə, ümumiyyətlə, ölkə ərazisində dini mərasimlər, dini yığıncaqların keçirilməsi qadağan olunur. Ateistləşmə gedir də burada. Məsələn, bu bir neçə dəfə testdə düşüb. Sonra vətəndaşlıq haqqında dekret qəbul olunur, bu zümrələr ləğv olunur, bəy, ağa filan. Sonra torpaq haqqında dekret qəbul olunur, bütün torpaqlar dövlətin olur. Sonra da pulsuz kəndlərə paylanır, bu məsələ qeyd olunur. Sonra vətəndaşlıq, sonra zümrələri dedim. Sonra 24 mayda məsəl üçün neft dekreti var, neft haqqında. Neft milliləşir. Milliləşir və dövləti başlayır Rusiyaya axmağa. Biz də burada dönürük axmağa. Sonra iyun dekreti var. İyun dekretində nə ayrılar? Xəzər ticarət donanmasıdır, bir şeylər. Bunlar da milliləşdirir. Milliləşdirmə adı gözəl sözdür. Milli sözü xoşdur adama, milli. Bunlar milli deyəndə Ursetin millisi olur da. Bunlar doldururlar Moskvaya qardaş yardımı adı altında. Göndərirlər ki, qoy geçsin, qardaşımız qırılır orada. Budur, bunların dekretlərinin içərisində bunlar verilir. Sonra, görün dekretdən nə qaldı orada? Ordu dekreti var. Məsəl üçün, AXC ordusu ləğv olunur. Ordu yenidən qurulur. 11-ci Qırmızı Ordu adı ilə başlayır kişilər, şaqqaşaraq döyüşçülər. Bir dənə də şəkil var, o gün görmüşəm, tapa bilsəm paylaşaram. 3-4 dənə çəlimsiz əskər yığışıb, Nərimanov da çiyinlərini alıblar. Kişilər şeydi, gedəcək, torpağa, boynunuzu yerə soxum sizin. 70 il bizi nətər idarə ediblər. Bunlar biz boyluğumuza görə 70 il bizi çapıb taliblər. Neysə. Neysə, bu dekretlər qəbul oldu. Bu dekretlərin amma tərkibini siz dəqiq görəcəndə, yəni önəmlidir. Sonra bu qurumların fəaliyyətindən biraz danışmaq istəyirəm. Qurumların fəaliyyətində orada nə verilib sizə? Məsəl üçün, nə vaxta qədər mövcud olub desə, burada 1921-ci ilin may ayını qeyd etməliyəm. 21-ci ilin may ayında nə olmuşdu? Ümumi Azərbaycan Sovetlər Qurultayı keçirilir. Bu Sovetlər Qurultayında Azərbaycan MİK ləğv olunur. MİK ləğv olunur, MİK yaranır. Amma açılışlarını bilmək lazımdır. Müvəqqəti İnqilab Komitəsi ləğv olunur, yerinə Mərkəzi İcraiyyə Komitəsi yaranır.
Bizim 21-ci ilin mayında, indi onu deyəcəm, hələ bir deyim, tələsirəm yadından çıxacaq nəsə. Azmik yaranır, yenə XKS yaranır. XKS. Yəni bunların arasında fərq nə olur? Birinci azmik olur Müvəqqəti İnqilab Komitəsi, ikinci azmik olur Mərkəzi İcraiyyə Komitəsi. Yenə burada bu qanunvericidir, bu icraedici. Yenə bu icraedicinin başçısına kuklanı qoyurlar, Nərimanov ki, yəni görsənsin ki, bunlar Sovet bizimkilər idarə edirlər də. İndi burada bəs ən önəmli detal nə olur? Ən önəmli detal oldu ki, Azərbaycan SSR-in birinci konstitusiyası qəbul olunur. Sizin üçün elə belə qıraqda qeyd edirəm. 1921 Azərbaycan SSR-in birinci konstitusiyası, 1937 ikinci konstitusiyasıdır. Bu Azərbaycan SSR-indir və çaşdırıcı nədir? 1924 SSR-idir, 1936 ikinci SSR-in ikinci konstitusiyası. Uşaqlar həmişə bunları qarışdırır. Bizim konstitusiyalar yuxarıdakılardır. 21-də birinci konstitusiyamız, 37-də ikinci konstitusiyamız. Və burada belə şey qeyd edir ki, Azərbaycan SSR-in birinci konstitusiyası 18-də Sovet RSFSR-nin birinci konstitusiyasının kopyalanmasıydı. Yəni kopyalanmışlar, burada yaratmışlar. Bu hissədə belə bitdi. Bundan sonra bizə bir də nə verilir orada? Axırda 1929, bir də 1933, bir də 53. 29-cu ildə deyir dostlar, şey yaranır, birinci katib vəzifəsi yaranır. Birinci katib vəzifəsi yaranır və 29-dan 33-ə qədər qeyri-Azərbaycanlılar birinci katib olurlar. 33-də nəhayət bizim yetişdirməmiz gəlir bir dənə. 33-dən 53-ə qədər növbəti Azərbaycan xalqının qanını içməyə namizəd olan dahi şəxsiyyət Mirzəfər Bağırov gəlir. Və 20 illik səltənəti dönəmində deyir, orada şəxslər arasında daxili çəkişmələrə son qoyur, avtoritar, istənilən, avtoritar və totalitar sözün mənasını burada sizə demək istəyirəm. Avtoritar bir qrup şəxsin yaxud bir şəxsin bütün hakimiyyəti ələ alması deməkdir, dövlətin bütün orqanlarını. Totalitar isə orada total sözü var gördüyünüz kimi. Dövlətin total, yəni bütün sahələrə müdaxilə etdiyi idarəçilik isə adlanır totalitar idarəçilik. Hər sahə, yəni dövlətin nəzarətində olur. Heç nə də indi ha. Bağırov 33-də gəlir, 53-ə qədər. Burada bir dənə çaşdırıcı sizə nə verə bilərlər? Deyər ki, 1929-cu ildə Bağırovun başçılığı altında birinci katib vəzifəsi yaranır, bu səhvdir. Bağırov çünki 33-də gəlir. 29-da sadəcə birinci katib vəzifəsi yaranır. Başa düşdünüz? Başa düşmədiniz? Evə gedib baxarsınız videoya, gənə başa düşməzsiniz. Məncə başqa nəsə qalmadı orada. Dekretlər idi, bu iki qurumun fəaliyyəti idi, bu qurumun fəaliyyəti idi, buydu, bir də konstitusiyadır da, başqa işin yoxdur orada. Başqa işin yoxdur məncə. Hə, dostlar, bugün iki dərsimizi başa vurduq. Bir dərsimizi qürurlu, bir dərsimizi pis formada başa vurduq.